Son vaxtlar efirlərdə müşahidə edilən qalmaqallı situasiyalar yenidən gündəmi zəbt edib. Bu dəfə Space TV-də yayımlanan Tarixin bir günü verilişində müğənnilər arasında yaşanan gərginlik bu tendensiyanın növbəti nümunəsi olub. Proqram vaxtı efirdə sözü gedən olay görünməsə də, aparıcı Tarix Əliyevin Tolik öz YouTube kanalında yayımladığı kadrlar baş verənlərin mahiyyətini ortaya qoyub. Məlum olub ki, verilişə müğənni qismində dəvət olunan Firuzə Babayeva ilə Mehriban Qəmbərova arasında ciddi mübahisə yaranıb və tərəflər efir mədəniyyətinə uyğun olmayan ifadələrdən istifadə ediblər. Bu kimi hallar televiziya məkanında hansı məsuliyyəti doğurur? Qalmaqal yaradan qonaqlarla bağlı hansı tədbirlər görülməlidir? Kanallar belə vəziyyətlərin qarşısını necə ala bilər? Global Infos Az danışan vəkil Ramil Süleymanov bildirib ki, bugün televiziyalarda qalmaqal vasitəsilə reyting qazanmağa çalışan verilişlərin sayı artıb. O deyib ki, vətəndaşlar bu cür bayağı kontenti izləməkdən imtina etmədikcə, həmin verilişlərin azalması da çətin olacaq. Efirdə dava dalaşların, söyüşlərin və ümumilikdə qeyri-etik davranışların qarşısını almaq üçün televiziya kanallarının rəhbərliyi daha ciddi nəzarət mexanizmləri tətbiq etməlidir. Ən effektiv üsullardan biri odur ki, efirə çıxan qonaqlar və verilişin komandası əvvəlcədən müəyyən qaydaların qoyulduğu bir sənəd imzalasın. Bu sənəddə hansı fikirlərin səsləndirilməsinin yol verilməməz olduğu, hansı mövzular və davranışların qadağan edildiyi açıq şəkildə göstərilməlidir. Üstəlik, hamıya məlumdur ki, hətta canlı yayımlar belə əslində 5-10 dəqiqəlik gecikmə ilə efirə verilir. Zərurət yarandıqda efir rejissoru həmin arzu olunmaz kadrları kəsib çıxara bilər. Vəkilin sözlərinə görə, burada həm kanal rəhbərliyinin, həm də məsul şəxslərin ciddi öhdəlikləri var. Qanunvericilik yalnız efirdə baş verən nalayıq və qeyri-etik davranışlara görə audiovizual şura tərəfindən xəbərdarlıq və ya müəyyən müddətə yayımın dayandırılması kimi sanksiyalar nəzərdə tutur. Ancaq düşünürəm ki, kanallar özləri də bu sahədə daha ciddi tədbirlər görməli, qaydaları sərtləşdirməli və qonaqları əvvəlcədən məlumatlandırmalıdırlar.